Salam dostlar. Bugün sobada kotlet hazırlayırıq. Sizi bilmirəm, mən sobada kotleti daha çox bəyənirəm, nəinki tavada. Əvvəlcə tərəvəzləri doğrayırıq. Daha sonra istədiyiniz soba qabına tərəvəzləri və əti istədiyiniz formada yığırsınız. Mən öncədən buzluqda hazır kotlet formasında tutub saxladığım ətdən istifadə etdim. Sobaya yerləşdirəndə üstünü kağız ilə örtməyiniz məsləhətdir. Bu zaman üstü yanmır. Bu yeməyin əsas sirri sousundadır. Sous üçün mən evdə olan 2 ədəd balaca pomidordan da istifadə etdim. Siz sadəcə tomatla da edə bilərsiniz. Tomata isti su, cirə, paprika, duz, istiot əlavə edirsiniz. Cirə vacibdir. Acı sevirsinizsə bizim kimi pul biber də əlavə edin. Yemək bişənə yaxın sousu əlavə edib yenidən sobaya qoyursunuz və suyu çəkənə kimi bişirirsiniz. Sonda üstünü açıb 10-15 dəqiqədə saxlayın ki, üstü qızarsın. Çox dadlı, yumuşaq kotlet olur. Bu yeməyi çox sevəcəyinizə və rahat olduğu üçün bundan sonra kotleti belə hazırlayacağınıza əminəm. Nuş olsun hamınıza. Sonda isə videonu like etməyi və rəy bildirərək bizə dəstək olmağı unutmayın.